Salam, hər vaxtınız xeyir olsun. Bugün iyul ayının 28-i saatlarımız 10:00 göstərir. TNS TV-də xəbər saatıdır. Sizinlə mənəm Hürü Əliyeva. Dünyada və ölkədə baş verən xəbərlərdən sizi mən xəbərdar edəcəm. Keçid alaq xəbərlərə. İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Trumpa İranın nüvə və raket proqramları ilə bağlı kəşfiyyat məlumatlarını təqdim etmək niyyətindədir. Bu barədə The New York Post qəzeti mənbələrə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə Netanyahu həmçinin Trumpa Natanzdakı nüvə obyektinin yaxınlığında yerləşən Kolan Qazla dağı ilə bağlı kəşfiyyat məlumatlarını təqdim etməyi də planlaşdırır. Xatırladaq ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai Trumpın güya mövcud olan yeni nüvə obyekti ilə bağlı açıqlamalarının əsassız olduğunu bildirib. Onun sözlərinə görə Vaşinqtonun Tehranın iddiasına əsasən nüvə fəaliyyəti aparılmayan Kolan Qazla dağına artan diqqəti yalnız təcavüz, dağıntılar və təxribatlar üçün uydurulmuş bir bəhanədir. Yəmənin Ənsarallah hərəkatının Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə qarşı embargo elan etməsindən sonra Bab-əl-Məndəb boğazından keçən kommersiya gəmilərinin hərəkət intensivliyi bir həftə ərzində 56% azalıb. The National qəzetinə istinadən verilən xəbərə görə bunu Kibler Analitik şirkətinin məlumatları göstərir. Nəşrin məlumatına əsasən iyulun 26-sında boğazdan xam mal daşıyan cəmi 15 gəmi keçib. Halbuki blokadanın elan edildiyi iyulun 20-sində bu göstərici 34 gəmi olub. 9 gəmi Qırmızı dəniz akvatoriyasını tərk edib. Daha 6 gəmi isə həmin əraziyə daxil olub. Onlar Çin, Hindistan, Pakistan və Niderlanda neft, taxıl və gübrə daşıyıblar. Qeyd olunub ki, gəmiçiliyin azalması Husilərin iyulun 25-də Səudiyyə Ərəbistanının Saudi Aramco neft qaz şirkətinin Cizan və Yanbu Livan şəhərlərindəki obyektlərinə zərbələr endirəcəkləri barədə açıqlamalarından sonra baş verib. Bu isə Yəməndə geniş miqyaslı döyüş əməliyyatlarının yenidən başlaması ilə bağlı narahatlıqlar yaradıb. Eyni zamanda ABŞ və İran arasında 2 həftə davam edən qarşılıqlı zərbələrdən sonra döyüşlərdə yaranan fasilə fonunda iyulun 26-sında Hörmüz boğazından keçən gəmilərin hərəkəti demək olar ki 2 dəfə artıb. Kibler məlumatına əsasən iyulun 26-sında Hörmüz boğazını cəmi 11 gəmi keçib. İyulun 25-də bu rəqəm 6, iyulun 24-də isə 12 gəmi olub. Bununla yanaşı bir çox gəmi aşkarlanmamaq üçün izləmə sistemlərini söndürüb və standart olmayan marşrutlarla hərəkət edib. Xatırladaq ki, bundan əvvəl iyulun 20-sində Ənsarallah hərəkatının hərbi nümayəndəsi Yəhya Səriyə Səudiyyə Ərəbistanına qarşı dəniz nəqliyyatına qadağan tətbiq edildiyini elan etmişdi. Buna cavab olaraq iyulun 21-də Ər-Riyadın rəhbərlik etdiyi Ərəb koalisiyası Bab-əl-Məndəb boğazında ticarət gəmilərinin qorunması üzrə tədbirlərin həyata keçirilməsinə başladığını açıqlamışdı. ABŞ prezidenti Donald Trump İsrailin Birləşmiş Ştatların dəstəyi olmadan mövcudluğunu sürdürə bilməyəcəyini bəyan edib. Onun sözlərinə görə, əgər ABŞ İranın nüvə obyektlərinin məhv edilməsi üzrə əməliyyat keçirməsəydi, İsrail hələ bir neçə ay əvvəl məhv edilmişdi. Açıq danışsaq, biz bizsiz mövcud ola bilmərik. Bir çox ölkəyə çox yaxşı münasibət bəsləyirik. Bəs bilirsiniz, bizsiz kim mövcud ola bilməzdi? İsrail. Bizi tezliklə gələcək və bunu sizə özü də deyəcək. Əgər mən müdaxilə etməsəydim və faktiki olaraq artıq nüvə silahı yaratmaq ərəfəsində olan həmin nüvə obyektlərini məhv etməsəydim, İsrail hələ bir neçə ay əvvəl məhv olardı. Ümumiyyətlə, əgər mən Obamanın o dəhşətli sazişinə son qoymasaydım, bu hələ illər əvvəl baş verərdi deyə ABŞ dövlət başçısı vurğulayıb.
ABŞ prezidenti Donald Trump, İsrailin baş naziri Benjamin Netanyahunun Türkiyəyə F-35 qırıcılarının verilməsinə qarşı çıxması ilə bağlı jurnalistin sualını cavablandırıb. Trump, Vaşinqtonun silah satışı məsələsində müstəqil qərar verdiyini və Türkiyənin ABŞ üçün vacib müttəfiq olduğunu vurğulayıb. Heç kim mənə nəyi satmalı, nəyi satmamalı olduğumuzu deyə bilməz. Türkiyə hər zaman bizim etibarlı müttəfiqimiz olub. Yeri gəlmişkən Türkiyə çox güclü ölkədir, çox qüdrətli orduya sahib mükəmməl bir ölkədir. Onların ordusunda çoxlu əla avadanlıq var deyə ABŞ prezidenti bildirib. İran yönlü qruplaşmaların birliyi olan İraq İslam müqaviməti Səudiyyə Ərəbistanlı hər hansı təzyiq cəhdinə qarşı sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib. Bununla bağlı bəyanat birliyin rəsmi Telegram kanalında yayımlanıb. Xəbərdarlıq Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin İraq silahlı qruplaşmalarının pilotsuz uçuş aparatları ilə neft infrastrukturuna hücum cəhdlərində ittiham olunduqlarını bildirərək, krallığın bu cür hərəkətlərə cavab verməyə hazır olduğunu açıqlamasından sonra edilib. Bununla yanaşı İraq İslam müqaviməti enerji obyektlərinə zərbələrdə iştirakla bağlı ittihamları rədd edərək onları əsassız adlandırıb. Eyni zamanda Ənsarallah hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürərək Səudiyyə Ərəbistanının şərqdəki neft yataqlarını Qırmızı dənizdəki Yənbu limanı ilə birləşdirən neft ləqli marşrutlarına zərbə indirdiyini də bəyan edib. İsrail və Livan arasında danışıqların növbəti mərhələsi avqustun 4-6-sında Romada baş tutacaq. Bu barədə Axios portalının müxbiri Barak Ravid X sosial şəbəkə hesabında ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb. Onun sözlərinə görə tərəflər ABŞ-nin iştirakı ilə Livanın cənubunda İsrail qoşunlarının yenidən yerləşdirilməsi prosesinin genişləndirilməsini, eləcə də quru sərhəddi ilə bağlı mübahisələrin həllini müzakirə edəcəklər. ABŞ Dövlət Departamentində bildirilib ki, məsləhətləşmələr əvvəllər imzalanmış çərçivə sazişinin icrasına yönəldiləcək. Saziş yeni pilot zonaların yaradılmasını, İsrail qoşunlarının çıxarılmasını, sərhəd məsələləri üzrə fikir ayrılıqlarının həllini, hərtərəfli sülh və təhlükəsizlik sazişinin hazırlanmasını nəzərdə tutur. İran və Oman arasında aparılan danışıqlar Hörmüz boğazında gəmiçiliyin bərpasına yönəlib. Bu barədə Bloomberg mənbələrə istinadən xəbər yayıb. Qeyd olunur ki, tərəflər digər məsələlərlə yanaşı Hörmüz boğazından keçən 3-cü marşrutun bərpasını da müzakirə edirlər. Xatırladaq ki, gəmilər hazırda İran sahilləri boyunca yerləşən şimal marşrutu və ya Omana daha yaxın olan cənub marşrutu ilə hərəkət edir. 3-cü dəhliz bu iki yolun arasında yerləşir. Lakin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlanmasından sonra demək olar ki, istifadə olunmayıb. Agentliyin məlumatına görə Oman danışıqları bir neçə gün ərzində elan oluna biləcək razılaşmanın əldə olunacağına nikbin yanaşdıqlarını deyirlər. Fələstin Həmas Hərəkatı Sülh Şurası tərəfindən təqdim edilən Qəzza zolağında nizamlanma planına əvvəllər müzakirə edilən 2 bəndin həyata keçirməyə hazır olunduğu açıqlanıb. Bu barədə Al-Arabiyyə məlumat yayıb. Həmasın Qəzzadakı rəsmiləri hərəkatın xarici rəhbərliyini Fələstin anklavında silahsızlanma və mülki heyətlə bağlı sülh planlarının 2 bəndi ilə razılaşdıqları barədə məlumatlandırıb. Qeyd olunub ki, bu sektor məskunlaşma planının 5 və 8-ci bəndlərinə aiddir. Təşəbbüsün 5-ci bəndi Həmasın hərbi strukturları ilə zolaqdakı mülki idarəetmə sisteminin və mülki strukturlarda çalışan işçilərin ayrılmasını nəzərdə tutur. Bundan başqa 8-ci bənd göstərir ki, Həmas qüvvələrinin tərk silah edilməsi prosesi mərhələli şəkildə və beynəlxalq nəzarət altında həyata keçirilməlidir. Radikal hərəkat tərəfdarlarının silahları isə
İsrail tərəfinə deyil, Sülh Şurasının himayəsi altında fəaliyyət göstərən və onunla koordinasiya olunan yeni Fələstin strukturlarına təhvil verilməlidir. ABŞ ilə Fransa arasında diplomatik qalmaqal böyüyür. ABŞ-nin BMT yanında daimi nümayəndəliyinin diplomatları Fransa nümayəndəsinin çıxışı zamanı etiraz əlaməti olaraq BMT Təhlükəsizlik Şurasının iclas zalını tərk ediblər. Bu addım ötən həftə Fransa diplomatlarının Vaşinqtonla bağlı verdiyi bəyanata etiraz olaraq atılıb. Fransa nümayəndəsinin çıxışı zamanı BMT Təhlükəsizlik Şurasında ABŞ nümayəndələrinin masası boş qalıb. Bundan sonra Amerikalı diplomatlar yenidən iclas salına qayıdıblar. ABŞ-nin BMT yanında daimi nümayəndəsinin müavini Den Negrias sonraki çıxışında bu addımın səbəbini belə izah edib. Qeyd etmək istərdim ki, Şurada elə bir üzv var ki, daim özünü haqlı kimi göstərir və istənilən mövzuda başqalarına dərs keçməyə çalışır. İstər bugün müzakirə etdiyimiz Ukrayna münaqişəsi, istərsə də sülh və təhlükəsizliklə əlaqəsi olmayan insan hüquqları ilə bağlı məsələlər olsun. Məhz buna görə Fransa nümayəndəsinin çıxışı zamanı zalı tərk etdik. Qeyd edək ki, iki dövlət arasında narazılığa səbəb Fransanın Cenevrədəki BMT yanında daimi nümayəndəliyinin X sosial şəbəkəsində BMT-nin insan hüquqları üzrə Ali Komissarı Volker Türk'ün səlahiyyət müddətinin uzadılması ilə bağlı paylaşımı olub. BMT-nin New Yorkdakı baş qərargahında keçirilən səsvermədə ABŞ Rusiya ilə birlikdə Türk'ün daha 4 il vəzifəsində qalmasının əleyhinə çıxıb. Fransa isə Ali Komissarın səlahiyyət müddətinin uzadılmasını dəstəkləyib. Səsvermədən sonra Fransa diplomatları bildiriblər ki, ABŞ bir vaxtlar insan hüquqları məsələsində mayak rolunu oynayırdı. Lakin indi bu belə deyil. Gecə və səhər saatlarında Moskva və Moskva vilayəti istiqamətində yüzlərlə pilotsuz uçuş aparatı hücumu həyata keçirib. Hücumlar nəticəsində Moskva ətrafının bir neçə məntəqəsində yanğınlar başlayıb. Moskva meri Sergey Sobyaninin sözlərinə görə saat 20:30-dan 06:30-a dək Moskva regionu istiqamətində 390-dan çox PUA yönəlib. O, eyni zamanda bildirib ki, bunlardan 81-i pilotsuz uçuş aparatı Moskvaya yaxınlaşarkən məhv edilib. Telegram kanallarında yayılan məlumatlara əsasən Moskva vilayətinin Çexov şəhərində hücum zavod hücuma məruz qalıb. İlkin məlumata görə dron müəssisə ərazisindəki boruya çırpılıb. Eyni zamanda Çexovda yerləşən çoxmərtəbəli yaşayış binalarından birinə də PUA dəyib. Bundan əlavə yerli sakinlərin paylaşdığı görüntülərdən Podolsk və Kaledino ərazilərində də güclü yanğınların baş verdiyi göstərilir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Qarabağ ilə bağlı son açıqlaması erməni telegram kanallarında sərt tənqidlə qarşılanıb. Erməni telegram kanallarında yayılan paylaşımlarda Zaxarovanın dediklərinin həqiqəti əks etdirmədiyi iddia olunub. Paylaşım müəlliflərinin fikrincə Ermənistan Qarabağ münaqişəsi ilə bağlı heç vaxt müraciət etməyib. Bildirilir ki, İrəvan təşkilata yalnız 2022-ci ildə Azərbaycanın Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olduğunu əsas gətirərək kollektiv müdafiə mexanizmlərinin işə salınması üçün rəsmi müraciət edib. Lakin bu müraciət rədd olunub. Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Ermənistanın KTMT mexanizmlərini işə salaq dediyi bir vəziyyət olmuşdu. Amma söhbət hər hansı bir ərazi və ya hər hansı bir vəziyyətdən gedirdi. Ermənistanın özünün nə isə ərazisi, nə də müstəqil dövlət kimi tanımadığı Dağlıq Qarabağdan. Belə şəraitdə bu mexanizmləri işə salmaq da mümkün deyildi. Rusiyanın Roselxoznadzor qurumu Belarus vasitəsilə ölkəyə saxta sənədlərlə Ermənistandan gətirilən 39 mindən çox təzə
kəsilmiş qızıl gülün daxil olmasının qarşısını alıb. Smolensk gömrük məntəqəsində Rusiyaya idxalı qadağan olunmuş 39,2 min ədəd gülü daşıyan yük avtomobili saxlanılıb. Roselxodnadzorun ərazi idarəsinin qərarı ilə gətirilən həmin qızıl gül partiyası iyulun 23-də tamamilə məhv edilib. Qanunsuz daşımanı həyata keçirən daşıyıcı isə inzibati məsuliyyətə cəlb edilib. Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Rusiyada başqa ad altında yaşadığı və ailəsinin də bu ölkədə böyük həcmdə daşınmaz əmlak və torpaq sahələri əldə etdiyi bildirilir. 2014-cü ildə Ukraynadan qaçan Yanukoviç hazırda mülki nigahda olduğu Lyubov Polija ilə birlikdə Soçidə yaşayır. Araşdırma müəllifləri keçmiş prezidentin Rusiyada Oleg Nikolayeviç Leonov adına verilmiş sənədlərdən istifadə edə biləcəyini müəyyənləşdiriblər. Jurnalistlərin diqqətini iki maraqlı bir məqam çəkib. Leonovun doğum tarixi Yanukoviçin doğum tarixi ilə eynidir. Leonov isə keçmiş prezidentin anasının qızlıq soyadıdır. Yanukoviçin böyük oğlu Aleksandrın da Rusiyada başqa bir soyaddan Sokolov soyadından istifadə etdiyi bildirilir. Araşdırmaya görə keçmiş Ukrayna prezidenti Soçidəki Blagodat kompleksində məskunlaşıb. Yanukoviçin mülki həyat yoldaşının sosial şəbəkələrdə paylaşdığı fotoların həmin malikanələrin görüntüləri ilə üst-üstə düşdüyü bildirilir. Jurnalistlərin hesablamalarına görə Sadokova Yanukoviçlə Rusiyada yaşadığı illər ərzində 370 hektardan çox torpaq sahəsinin və 2,4 min kvadrat metrdən artıq daşınmaz əmlakın sahibinə çevrilib. Onun mülkləri arasında Moskvada mənzillər də var. Sadokovanın torpaq sahələrinin bir hissəsini aqrar şirkətə icarəyə verərək bir neçə il ərzində 50 milyon rubuldan çox gəlir əldə etdiyi, daşınmaz əmlak satışından isə təxminən nə az nə çox 14 milyon rubul qazandığı bildirilir. Yanukoviç ailəsinin digər üzvlərinin də Rusiyada böyük sərvət topladığı iddia olunur. Keçmiş prezidentin gəlinin 27 min kvadrat metrdən çox daşınmaz əmlaka sahib olduğu deyilir. Bunların arasında Moskva vilayətindəki elit Benlüks qəsəbəsində yerləşən mülklər də var. Araşdırmaya əsasən 2024-cü ildə Yanukoviçin gəlinin bank hesablarında təxminən 3,5 milyon dollar, nəvəsinin hesablarında isə 5 milyon dollara yaxın vəsait olub. Jurnalistlər daha bir maraqlı detalı da üzə çıxarıblar. İddiaya görə Yanukoviç və ailəsinin təhlükəsizliyini vaxtilə Ukrayna Dövlət Mühafizə İdarəsində çalışmış şəxslər təmin edə bilər. Həmin əməkdaşların 2014-cü ildən sonra Rusiyaya keçərək Federal Mühafizə Xidmətinə xidmətə başladıkları bildirilib. Beləliklə, araşdırmanın nəticələri doğru olarsa, Ukraynadan qaçmasından 12 il sonra Viktor Yanukoviç Rusiyada yalnız başqa ad altında həyatını davam etdirməyib. Onun yaxın çevrəsi bu müddətdə yüzlərlə hektar torpaq, 10 minlərlə kvadrat metr daşınmaz əmlak və milyonlarla dollarlıq aktivlər toplayıblar. Polşa ilə Ukrayna arasında tarixi simvollar ətrafında mübahisə yenidən alovlanıb. Varşava hesab edir ki, bu məsələ həll olunmadan Kiyevin Avropa İttifaqına inteqrasiyası prosesi çətinləşəcək. Virtualno Polska nəşrinə müsahibəsində Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, Ukrayna bandera simvolları ilə Avropa İttifaqına daxil ola bilməz. Nazirin sözlərinə görə bu məsələ çox aydındır və Avropa Birliyi həmin dəyərlərə yad olan tarix üzərində qurula bilməz. Xatırladaq ki, Karol Navrutski Volodimir Zelenskini Ağ Qartal ordenindən məhrum etmək qərarını açıqladıqdan sonra Polşada zorakılıq və aqressiya halları artıb. Bildirilir ki, bu hadisələrin qurbanları arasında Ukrayna vətəndaşları da var.
Əgər Şimali Koreyanın Rusiyaya 30 min hərbiçisini göndərəcəyi barədə məlumat təsdiqini taparsa, bu Moskva ilə Pxenyan arasında hərbi əməkdaşlığın daha da dərinləşməsi istiqamətində növbəti addım olacaq və hər iki tərəf bu əməkdaşlıqdan mühüm faydalar əldə edəcək. Bu barədə South Morning Post qəzeti nəşri yazıb. Ukrayna prezidenti Volodymyr Zelenskinin Şimali Koreyanın Rusiyaya, Ukraynaya qarşı müharibəni dəstəkləmək üçün daha 10 minlərlə hərbiçi göndərməyi planlaşdırdığı barədə bəyanatını şərh edən Koreya Milli Birləşmə İnstitutunun aparıcı elmi işçisi və Şimali Koreya üzrə siyasi analitik Okyonsov bildirib ki, bu tamamilə inandırıcı iddiadır. Onun sözlərinə görə bu hər iki ölkə üçün qarşılıqlı faydalı sövdələşmə olacaq. Ekspert qeyd edib ki, Şimali Koreyadan gələn ucuz işçi qüvvəsi Rusiya ordusunu iqtisadi baxımdan sərfəli şəkildə komplektləşdirmək imkanı verir. Eyni zamanda Pxenyan bunun müqabilində maliyyə və hərbi texnologiyalar əldə edir. Nəşrin qeyd etdiyinə görə Şimali Koreya dünyanın ən böyük daimi ordularından birinə malikdir və ölkənin silahlı qüvvələrində təxminən 1,2 milyon hərbiçi xidmət edir. Davam edirik. Ukrayna prezidenti Volodymyr Zelenski silahlı qüvvələrin baş komandanı Aleksandr Sırskini vəzifəsindən azad etməklə xalqdan uzaq düşmədiyini göstərmək istəyib. Bu barədə RBK Ukrayna öz mənbələrinə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə Zelenskinin ətrafı prezidentin reallıq hissini itirdiyi iddialarını təksib edib. Baş komandanın təyinatı məsələsində o buğdanı samandan ayırmaq qərarına gəlib və məsləhətləşmələrə etirazçılarla deyil, hərbiçilərlə başlayıb. Bununla yanaşı RBK Ukrayna qeyd edir ki, praqmatik baxımdan vəziyyət Zelenskinin ictimai təzyiq qarşısında geri addım atdığı təsirini bağışlayır. Nəşrin yazdığına görə prezidentin ətrafı isə bunu fərqli cür qiymətləndirir. Bu prezidentin xalqdan uzaq düşmədiyini göstərir. Bir il əvvəl Nabu və Sap ətrafında hadisələr zamanı da oxşar vəziyyət yaşanmışdı. Həmin vaxt Avropa tərəfindən də ciddi təzyiq var idi. Qeyd edək ki, iyulun 21-də Zelenski Aleksandr Sırskini Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edib. Onun yerinə 2016-2019-cu illərdə 58-ci əlahiddə motoatıcı briqadaya komandanlıq etmiş, 2024-cü ilin sentyabrından isə Luqansk operativ taktiki qrupuna rəhbərlik edən Mikhailo Drapatı təyin edib. ABŞ prezidenti Donald Trump və Ukrayna prezidenti Volodymyr Zelenskinin iyulun 28-də keçirilməsi planlaşdırılan görüşündə Rusiya-Ukrayna müharibəsinin dayandırılması yolların əsas müzakirə mövzusu olacağı bildirilir. Bu barədə CNN məlumat yayıb. Belə ki, Ağ Ev rəsmisi görüş zamanı Moskva ilə Kiyev arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılması imkanlarının nəzərdən keçiriləcəyini bildirib. Müharibəyə son qoymağın vaxtıdır deyə Ağ Ev nümayəndəsi vurğulayıb. Xəbərdə qeyd olunur ki, görüş ərəfəsində Zelenskinin Amerikalı blogçu Laura Loomerə verdiyi müsahibədə də xüsusi diqqət çəkilib. Müsahibə zamanı ondan ABŞ tarixinin ən yaxşı prezidenti barədə soruşulduqda Zelenski Donald Trump'ın adını çəkməyərək ABŞ-nin 16-cı prezidenti Abraham Lincoln'u nümunə göstərib. Rusiyanın müharibəni bitirmək istədiyini düşünmək üçün heç bir səbəb görmürəm. Bu sözləri Dünya Siyasəti İnstitutunun direktoru Ukrayna Milli Texnik Universitetinin dosenti Yevgeni Magda deyib. Onun sözlərinə görə Rusiya ordusunun bu mərhələdə dayanmaq niyyəti yoxdur. Putinin ritorikasında dayanmaq istəyi görmürəm. O daim daha iddialı açıqlamalar verir və gərginliyi artırmağa çalışacaq. İstisna etmirəm ki, bu gərginləşmə Qərbin Ukraynaya yardımını kəsmək üçün NATO və Avropa İttifaqına üzv ölkəni hədəfləyən zərbə şəklində olsun. Ekspert qeyd edib ki, hazırda mövcud olan Purl proqramı vasitəsilə Avropa ölkələri Amerika silahlarını alıb
Ukraynaya ötürür. Rusiya bu əlaqəni pozmağa çalışacaq. Rusiyanın mövqeyi nə qədər problemli olsa, neft sənayesində nə qədər çox problem yaranarsa, nə qədər çox anbar yanarsa, bir o qədər aqressiv olacaq. Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, tərəflər ikitərəfli iqtisadi münasibətlərdə yaranan problemləri müzakirə ediblər. Nikol Paşinyan Ermənistan mallarının Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlərin ikitərəfli müqavilələrə və Avrasiya İqtisadi İttifaqının qaydalarına zidd olduğunu bildirərək bu məsələnin həlli üçün tədbirlər görülməsini xahiş edib. Baş nazir həmçinin Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum mövzusuna toxunaraq bunun yalnız Avropa İttifaqına rəsmi müraciət edildikdən sonra mümkün olacağını qeyd edib. O, Ermənistan hökumətinin bütün məsələləri açıq və dostluq dialoqu yolu ilə həll etməyə hazır olduğunu vurğulayıb. İspaniya və Fransada geniş miqyaslı meşə yanğınları davam edir. The Guardian qəzetinə istinadən verilən məlumata görə hər iki ölkənin hakimiyyəti vəziyyətin kritik olduğunu bildirir. İspaniyanın Daxili İşlər naziri Fernando Grande Marlaskanın sözlərinə görə bazar ertəsi və çərşənbə axşamı yanğınlarla mübarizədə həll edici günlər olacaq. Ən mürəkkəb vəziyyət təxminən 50 min hektar ərazinin yandığı Avila əyalətində müşahidə olunur. Ölkə üzrə yanğınların ümumi sahəsi təxminən 70 min hektara çatıb. Fransada sinoptiklər havanın temperaturunun 40 dərəcəyə qədər yüksələcəyini proqnozlaşdırırlar. Ən təhlükəli yanğın Gironde departamentində davam edir. Daxili İşlər Nazirliyinin məlumatına görə burada artıq 42 min hektar ərazi yanıb. Fransanın Daxili İşlər Naziri Laurent Nunez bildirib ki, alov gözlənilməz şəkildə yayılır və lokal külək axınları yaradır. Bordoya səfər edən prezident Emmanuel Macron isə ölkə sakinlərini dözümlü olmağa çağırıb. Qeyd edək ki, Fransa hakimiyyətinin məlumatına əsasən ilin əvvəlindən bəri ölkədə yanmış meşə və bitki örtüyünün sahəsi 116 min hektarı ötüb. Barselona metrosunda yanğın kütləvi zəhərlənməyə səbəb olub. Metroda baş verən yanğın nəticəsində 137 nəfər tüstüdən zəhərlənib, onların 40-ı xəstəxanaya yerləşdirilib. Verilən məlumata görə yanğın axşam saatlarında Klot və Gloria stansiyaları arasında baş verib. Belə ki, maşinist alovu təxminən 50 metr məsafədən görüb, qatarı təcili dayandırıb və xilas ediciləri çağırıb. Lakin güclü tüstülənmə səbəbindən sərnişinlər yanğın söndürənlərin gəlməsini gözləməyib, vaqonların qapılarını açaraq tunel vasitəsilə özləri təxliyə olunublar. Hadisə zamanı qatarda təxminən 300 nəfər olub. İlkin məlumata görə yanğının səbəbi tuneldəki kontakt şəbəkəsinin zədələnməsi olub. Hadisə səbəbindən metro xəttində hərəkət demək olar ki, tamamilə dayanıb. Hərəkətin iyulun 28-i səhər bərpa olunduğu deyilir. Çinin şimalında Şinxay vilayətində 5,8 və 5,6 magnitudalı 2 zəlzələ baş verib. Bu barədə Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, birinci zəlzələnin epicentri təxminən 1,6 milyon insanın yaşadığı Sinin şəhərindən 242 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. İkinci zəlzələnin epicentri isə həmin şəhərdən 249 kilometr cənub-qərbdə yerləşib. Ocağın dərinliyi 15 kilometr təşkil edib. Zərər çəkənlər və dağıntılar barədə hələlik heç bir məlumat verilməyib. ABŞ-nin Apple korporasiyası Nvidia şirkətini geridə qoyaraq yenidən dünyanın bazar kapitallaşmasına görə ən böyük şirkəti olub.
Apple səhmləri Nasdaq birjasında 1,17% artaraq bir səhm üçün 336,91 dollara yüksəlib. Eyni zamanda Nvidia səhmləri 4,99% ucuzlaşaraq 196,51 dollara düşüb. Apple şirkətinin bazar kapitallaşması 4,95 trilyon dollara çatıb. Nvidia'nın dəyəri isə 4,76 trilyon dollar olaraq qiymətləndirilib. Kapitallaşmaya görə dünyanın ən böyük 5 şirkəti sırasına həmçinin Alphabet və Amazon da daxildir. Xatırladaq ki, iyulun 17-sində Apple artıq qısa müddətdə bazar kapitallaşmasına görə birinci yerə yüksəlmişdi. Lakin liderliyi bir sutkadan da az müddət saxlaya bilmişdi. Bloomberg'in məlumatına görə həmin vaxt şirkətin səhmlərinin artımı, texnologiya sektorundan investisiyaların çıxması, o cümlədən Nvidia səhmlərinin dəyərinin azalması ilə bağlı olub. ABŞ Maliyyə Nazirliyi daha əvvəl sanksiya siyahılarına daxil edilmiş bir sıra Rusiya hüquqi şəxsləri ilə bağlı məlumatları yeniləyib. Sanksiya siyahılarından 84 fiziki və hüquqi şəxs çıxarılıb. Bundan əlavə 22 mövqe üzrə identifikasiya məlumatlarında dəqiqləşdirmələr edilib. Xüsusilə Zvezdochka gəmi təmiri mərkəzi, Plandin adına Arzamuz cihaz qayırma zavodu, Polema ASC və eləcə də Fotonika MMC Birləşmiş Mühərrik Qayırma Korporasiyası ASC, Korus Consulting şirkəti, Rusiya vətəndaşı Vladimir Ustinov, eləcə də Taska neft tankeri ilə bağlı məlumatlar da yenilənib. Qurum bildirir ki, sanksiya siyahılarından İraq və Kolumbiyadan olan bir sıra fiziki və hüquqi şəxslər də çıxarılıb. Qeyd olunub ki, bunlar əsasən vəfat etmiş şəxslər, fəaliyyətini dayandırmış təşkilatlar və barələrində kifayət qədər identifikasiya edici məlumat olmayan qurumlardır. Nazirlik vurğulayıb ki, bu dəyişikliklər ABŞ-nin sanksiya sisteminin modernləşməsi çərçivəsində həyata keçirilir və ölkənin xarici siyasət maraqlarına, eləcə də milli təhlükəsizliyinə zərər vurmur. Belə modernləşdirmə planları barədə daha əvvəl ABŞ-nin Maliyyə naziri Scott Bessent də məlumat vermişdi. Müğənni və rejissor Mahsun Qırmızıgül Ahbar Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində verdiyi ifadə ilə diqqət çəkib. Qırmızıgül ifadəsində Haluk Leventlə uzun illərə söykənən münasibətlərindən danışıb. O bildirib ki, Leventin çətin dövrlərində ona maddi və mənəvi dəstək göstəriblər. Hətta bir vaxtlar cəza çəkmə müəssisəsinə şəxsən özləri aparıb təhvil veriblər. Qırmızıgül qeyd edib ki, 2023-cü ildə Türkiyədə baş verən dağıdıcı zəlzələlər zamanı Ahbar Dərnəyinin fəaliyyətinə böyük ümid bəsləyib. Onun sözlərinə görə həmin dövrdə Adıyamana gedərək yardım işlərində iştirak edib. Haluk Leventlə əlaqə saxlayıb və Ahbar tərəfindən göndərilən 1500 çadırın bölgədə paylanmasını koordinasiya edib. Bununla yanaşı o Ahbar Dərnəyinə şəxsi iyanə etmədiyini və başqalarını da iyanəyə təşviq etmədiyini bildirib. Mahsun Qırmızıgül ifadəsinin sonunda Ahbar ətrafında səsləndirilən iddiaların onu dərin məyus etdiyini vurğulayaraq baş verənlərə görə böyük üzüntü hissi keçirdiyini deyib. Türkiyənin Bakırköy prokurorluğunun tanınmış şəxslərlə bağlı apardığı narkotik vasitələrin istifadəsi ilə əlaqədar istintaq çərçivəsində saxlanılan 19 şübhəli barəsində aparılan ekspertizanın nəticələri məlum olub. Müğənni İlyas Yalçıntaş, Ayşənur Balçı, Orhan Yılmaz və Şefiq Ömər Dolman barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Qeyd olunub ki, müğənni Sıla Gencoğlu, İrem Haznedar, Aybükə Albere, Ateş İnci, Gökhan Şafaq, Buğra Balkaya, Hilal Zeynəb Hedbə, Volkan Böyükhanlı, Büşra Tatar, Feyza Cihan və Asudə Mərcan isə məhkəmənin qərarı ilə məhkəmə nəzarəti şərti ilə onlar sərbəst buraxılıblar. Ekspertiza nəticələrinə görə İlyas Yalçıntaş, Ayşənur Balçı, Orhan Yıldız, Akın Altan, Asudə Mərcan, Buğra Balkaya, Cenk Çöteli, Emre Avar, Hilal Zeynəb Hedbə və Şefiq Ömər Dolmanın analizlərində kokain, Büşra Tatarın analizində isə kodein maddəsi aşkarlanıb. Bununla yanaşı müğənni Sıla Gencoğlu və Aybükə Alberenin test nəticələrinin mənfi olduğu bildirilib.
İsraildə keçiriləcək parlament seçkiləri ərəfəsində xarici müdaxilə iddiaları yenidən gündəmə gəlib. The Jerusalem Post nəşrinin məlumatına görə İsrailin təhlükəsizlik qurumları Türkiyənin sosial şəbəkələr vasitəsilə seçki kampaniyasına təsir göstərməyə çalışdığı iddialarını araşdırır. Bildirilir ki, araşdırma nəticəsində sosial media platformalarında koordinasiyalı fəaliyyət göstərdiyi ehtimal olunan hesablar və onların mümkün əlaqələri yoxlanılır. İsrail təhlükəsizlik rəsmilərinin fikrincə məqsəd seçki prosesinə təsir göstərmək və ölkə daxilində ictimai-siyasi parçalanmanı dərinləşdirmək ola bilər. Məlumata görə hələlik bu iddiaları təsdiqləyən rəsmi texniki sübutlar ictimaiyyətə açıqlanmayıb və araşdırmalar da davam edir. Ermənistanda sərhəd və ərazi məsələləri ilə bağlı müzakirələr yenidən siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Politoloq Migran Şahzadəyan mətbuat konfransında Ermənistan hakimiyyətinin Azərbaycanın bəzi əraziləri ilə bağlı məsələləri anklav kimi təqdim etməyə hazırlaşdığı təəssüratının yarandığını bildirib. Onun sözlərinə görə SSR qanunvericiliyində anklav anlayışı mövcud olmayıb və Almata bəyannaməsinə istinadən hüquqi baxımdan əsaslı bu hesab edilə bilməz. Şahzadəyan qeyd edib ki, söhbət xüsusilə Ararat vilayətində yerləşən və Ermənistan üçün strateji əhəmiyyət daşıyan Tiqranaşen kəndindən gedir. O xatırladıb ki, baş nazir Nikol Paşinyan bu məsələnin müzakirə olunmasının vacibliyini bir neçə dəfə dilə gətirib. Politoloqun fikrincə, Ermənistanın hər hansı ərazisinə münasibətdə anklav termininin işlədilməsi nə tarixi, nə də kartoqrafik faktlara əsaslandırıla bilər. Yerli xəbərlərlə davam edirik. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 9 mərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində 9 mərtəbəli yaşayış binasının elektrik şaxtasında və sayğaclarda baş vermiş yanğın genişləndirilməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub. Masallıda çayda xəsarət alan Cəlilabad rayon sakini xəstəxanada vəfat edib. Hadisə bir neçə gün əvvəl Masallı rayon ərazisində yerləşən çayda baş verib. Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhər sakini 2003-cü il təvəllüdlü Quliyev Coşqun Şakiroğlu çimmək məqsədi ilə çaya tullanan zaman boyun nahiyəsindən ağır xəsarət alıb. O paytaxt xəstəxanalarından birində 10 gün müalicə alsa da bugün tibb müəssisəsində vəfat edib. Faktla bağlı araşdırma aparılır. Bakıda ötən gün və bugün küləkli hava müşahidə olunur və ötən gündən başlayan külək nəticəsində 4 nəfər xəsarət alıb. Bu barədə təbibdən məlumat verilib. Onlardan ikisi bir qadın, bir kişi kliniki tibbi mərkəzə hospitalizasiya olunub. Bir kişinin müalicəsi isə kliniki tibbi mərkəzin neyrocərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir. Bir qadın isə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaət bəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. 2 nəfər isə Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə instituta gətirilən şəxslər güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalıblar. Onlardan birinə sol pəncənin 3-cü barmağın kəsilmiş yarası diaqnozu təyin edilib. Yara birincili işlənilib və absetik sarğı qoyulub. Pasiyentlərin vəziyyəti qənaət bəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar. Onlara ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.
Ötən gündən başlayaraq əsən güclü külək səbəbindən Bakı şəhərində 14 ağac aşıb 41 budaq sınıb. Bu barədə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bildirilib ki, birliyin briqadaları sınan ağacların kəsilməsi, budaqların budanmasını təmin ediblər. Premium Food Baku MMC tərəfindən Çindən idxal olunan Yantai Yuji Foodstuff müəssisəsinin istehsalı olan ümumi çəkisi 2 ton təşkil edən çörək qırıntıları məhsulunda uyğunsuzluqlar aşkarlanıb. Bu barədə AKTA məlumat yayıb. Bildirilib ki, laborator müayinələrin nəticələrinə əsasən məhsulda kif və maya göbələkləri üzrə uyğunsuzluq aşkar olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib. Toplum TV iş üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov 15, Ələsgər Məmmədli 14, Ruslan İzzətli 15, Ramil Babayev 13, Əli Zeynalov 14, Müşfiq Cabbarov 13, İlkin Əmrahov 13, Fərid İsmailov 12 və Elmir Abbasov 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Hökmə əsasən təqsirləndirilən Elmir Abbasov məhkəmə zalında həbs olunub. Xatırladaq ki, dövlət ittihamçısı Akif Qurbanovun 16, Ələsgər Məmmədlinin 15, Fərid İsmailovun 13, Elmir Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi. Həmçinin o təqsirləndirilən Elmir Abbasovun məhkəmə zalında həbs olunmasını istəmişdi. Qeyd edək ki, 2024-cü il martın 6-sında Toplum TV internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. Onlara qarşı Cinayət Məcəlləsinin qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə cinayət işi açılıb. Azərbaycanda ilin əvvəlindən indiyədək 2150-lik olan şəxs münasib işlə təmin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, onların əmək bazarına çıxışının artırılması məqsədi ilə peşə hazırlığı kursları təşkil olunub. Cari ildə 224-50-lik olan şəxs bu kurslara cəlb edilib və təlimləri uğurla başa vuranların işlə təmin olunmasına dəstək göstərilib. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Azərbaycanın təbiət ərazilərində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə epizotoloji monitorinq keçirilib. Bu barədə AKTA məlumat yayıb. Monitorinqlər Respublikanın 55 rayon və şəhərini əhatə edən 37 təbiət ərazisində, o cümlədən milli parklar, dövlət təbiət qoruqları, ovçuluq təsərrüfatlarında həyata keçirilib. Tədbirlərdə AKTA-nın Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətlər İdarələrinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, həmçinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin müvafiq ərazi bölmələrinin əməkdaşları iştirak ediblər. Monitorinqlər zamanı ümumilikdə 3223 baş müxtəlif növ vəhşi heyvanın müşahidəsi aparılıb. Nəticələrə əsasən xırda buynuzlu heyvanların taunu, atların və donuzların Afrika taunu, yüksək patogen quş qripi, dabaq və quduzluq xəstəliklərinin mövcudluğunu ehtimal etdirən hər hansı bir epizotoloji göstərici müəyyən edilməyib. Bu hədəf xəstəliklər üçün epizotoloji vəziyyətin sabit olduğunu göstərir. Lerikdə 9 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb. Qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 35 yaşlı Faris Hüseynov saxlanılıb. Onun idarə etdiyi avtomobildən 9 kiloqram narkotik vasitə olan marixuana götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.
Hövsanda ən yaxın sularda xilas etmə məntəqəsindən 1 kilometr aralı dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb, 3-ü isə boğulma təhlükəsindən xilas edilib. Fövqəladə Hallar Nazirliyinin Gəmilərə Nəzarət və Sularda Xilas Etmə Dövlət Xidmətinin dalğıc xilas ediciləri axtarışlara cəlb olunub. Həyata keçirilən operativ xilas etmə əməliyyatı sayəsində vətəndaşlar 1985-ci il təvəllüdlü Əliyeva Aysel Bəkir qızı, 2009-cu il təvəllüdlü Rüstəmova Elmira Rauf qızı və 2019-cu il təvəllüdlü Rüstəmova Nuray Rauf qızı xilas edilib. Dalğıcılar tərəfindən 2013-cü il təvəllüdlü Rüstəmova Aylin Rauf qızının meyidi tapılıb və çıxarılaraq ailəsinə təhvil verilib. Azərbaycanda bu ilin birinci yarımilində 331 işə götürən 815 kişiyə ödənişli atalıq məzuniyyəti verilib. Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib. Qeyd edilib ki, bu məzuniyyət uşağın doğulmasından əvvəlki və sonraki dövrləri əhatə edir. İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işə götürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq alt sistemində elektron qaydada rəsmiləşdirilir. Gəncədə çay evində bıçaqlanma hadisəsi baş verib. Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. İlkin məlumata görə çay evlərindən birində baş verən insident zamanı 1995-ci il təvəllüdlü Məmməd Babayev bıçaq xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra onun vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. Biləsuvarda sürücü sükan arxasında ürək tutmasından dünyasını dəyişib. Hadisə rayonun Aşağı Cürəli kənd ərazisində qeydə alınıb. 1960-cı il təvəllüdlü Əlizadə Əliyevin idarə etdiyi Niva markalı avtomobil kollektora düşüb. Məlum olub ki, sürücü sükan arxasında ürək tutmasından dünyasını dəyişib. Əlizadə Əliyev rayonda fəaliyyət göstərən pambıq şirkətlərindən birində aqronom işləyib. Faktla bağlı araşdırma aparılır. Cəlilabad sakini Masallı rayonunda bədbəxt hadisə nəticəsində həyatını itirib. Hadisə bir neçə gün əvvəl Masallı rayon ərazisində yerləşən çayda baş verib. Cəlilabad rayonunun Göytəpə şəhər sakini çayda boğulub və onun həyatını xilas etmək mümkün olmayıb. Saatlı rayonunda 2 qadına qarşı sosial şəbəkədə əxlaqsız ifadələr səsləndirən gənc oğlan müəyyən edilib. Saatlı rayon sakini 1998-ci il təvəllüdlü Sənan Xəlilov TikTok sosial şəbəkədə açdığı canlı yayım zamanı Gülnarə və Nəzrin adlı şəxslərə qarşı əxlaqsız ifadələr işlədi. Xəlilovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib edilib. O izahatında əməlindən peşman olduğunu deyib və bir daha belə hallara yol verməyəcəyini bildirib. Saatlı rayon məhkəməsinin qərarı ilə Xəlilov 700 manat məbləğində cərimə olunub. Gürcüstanda saxlanıldıqdan sonra həbsdən azad edilən Şəmsi Səmədzadə artıq 10 gündür ki, Azərbaycandadır. Şəmsi Səmədzadə malqara oğurluğuna görə həbs edilməsi ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyi deyilir. O bildirib ki, baş verən hadisə yol nəqliyyat qəzası və sonradan yaranan anlaşılmazlıqla bağlı olub. Bununla yanaşı o, Azərbaycanda biznes fəaliyyətini yenidən davam etdirəcəyini qeyd edib. Səmədzadə Türkiyə ilə də sıx işgüzar əlaqələrinin olduğunu vurğulayıb. Qeyd edək ki, Şəmsi Səmədzadə bir müddət əvvəl Gürcüstanda saxlanılmışdı. Ordubad rayonunun Vənənd kəndində ailə faciəsi yaşanıb. Kənd sakini 29 yaşlı Elvar Babayev səhhətinin qəfil pisləşməsi səbəbindən dünyasını dəyişib. Onun ölüm xəbəri ailəsinə çatdırıldıqdan sonra 63 yaşlı anası Fatimə bu acıya dözməyərək
o da vəfat edib. Ana bir gün sonra oğlunun yanında dəfn olunub. Qonşuların verdiyi məlumata görə oğlanın təzyiqi yüksək olub. O xəstəxanaya aparılıb, orada dünyasını dəyişib. Anası isə bu xəbərə dayana bilməyib. O da bir gün sonra vəfat edib. Qonşular bildirir ki, ana və bala birlikdə yaşayırdılar. Həmçinin onlar deyiblər ki, oğlan Türkiyədə çalışırdı, şəkər xəstəliyi də var idi. Ana da oğul itkisinə dözə bilmədi deyə qonşular bildirib. Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan, qeyri-etik davranışlar və yayımlayan şəxs, daha doğrusu bir tiktoker həbs edilib. TikTokda Çevik ləqəbi ilə tanınan Bağırov Məqsəd Məcidoğlu polis əməkdaşları tərəfindən saxlanılıb. O, sosial media vasitəsilə radikal dini təbliğat və ateizmə qarşı çağırışlar etməsi ilə tanınıb. Qəbələ rayon polis idarəsi tərəfindən TikToker barəsində protokol tərtib edilib və ona qarşı İnzibati Xətalar Məcəlləsinin informasiya ehtiyatında və informasiya telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirdiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli mənəvi dəyərlərə zidd formada göstərilməsi maddəsi ilə ittiham irəli sürülərək məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən Məqsəd Bağırov 10 sutka müddətinə həbs olunub. Elektrik enerjisində verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədi ilə bugün paytaxtın bir sıra ərazilərində təmir təftiş işləri aparılacaq. Bununla bağlı Azərişıq Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb, bildirilib ki, görüləcək işlərlə əlaqədar Yasamal rayon Enerji Təchizatı və Satış İdarəsinin xidmət ərazisində 10:00-dan 13:00-dək Mətbuat prospekti və Ayna Sultanova küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranacaq. Həmçinin Nərimanov rayonunda İzzəddin Həsənoğlu, Aşıq Molla Cümə və Təbriz küçələrində hündür mərtəbəli yaşayış binalarında səhər saat 10-dan 13:00-dək mərhələli şəkildə elektrik enerjisinin verilişi dayandırılacaq. Xətai rayonunda 10:00-dan 16:00-dək Məzahir Rüstəmov, Seyid Əzim Şirvani, Məhəmməd Hadi, Lütfizadə, Qaçaq Nəbi və Sarayeva küçələrində də elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözü gedən ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar. Bu mənim bu saata sizə çatdıracağım son xəbər idi. Siz isə TNS TV-də hər gün səhər 10:00 xəbərlərini izləməyi unutmayın. Xəbəri izləyin və elə xəbəri bizdən də xəbər alın. Sağ olun, salamat qalın.